Əziz izləyicilər, hər birinizi salamlayıram. Bugün hazırladığım steak Amerikan mətbəxinə aid olsa da, biz onu Azərbaycan sayağı manqalda bişirəcəyik. Onu qeyd edim ki, steaki hərətdən bişirmək olmaz. Heyvanın az hərəkət olunan bel nahiyəsindəki ətindən istifadə olunur ki, bu əti də bişirdikdə damarlı olmadığı üçün yumşaq və ləzzətli dada malik olur. Ətin ortalama qalınlığı 2 sm-dir. Keçək hazırlanma qaydasına. İlk olaraq steakə görə seçilmiş ətləri xırda doğranmış soğan, kivi, kəkliyotu, ətotu və istiotla 4-5 saatlıq marinə edirəm. Duzu isə bişirməyə qoyduğumuz zaman vuracağıq. Və gördüyünüz templə zəif gözdə bişiririk. Təqribi 15 dəqiqəyə hazır olur. Əvvəlcədən ətin marinad olunması steakə xüsusi ləzzət verir. Məsləhət görərdim ki, steaki bişirənlər bir də bu yolla hazırlasınlar, daha fərqli dadı almaq üçün. İzlədiyiniz üçün təşəkkürlər. Videomu bəyəndinizsə, bəyəndim düyməsinə toxunmağı unutmayın.